gün sizə çox incə, amma çox da dərin bir mövzudan danışacağam. Ana hormonları uşağın emosional təhlükəsizliyinə necə təsir edir? Çünki hamiləlik yalnız fiziki inkişaf deyil. Bu dövr uşağın beynində emosional fundamentin atıldığı dövrdür. Videonun sonunda sizə praktik olaraq hamiləlikdə emosional və hormonal balansı necə qorumağı izah etməyə çalışacağam. Emosional təhlükəsizlik nədir? Uşaq doğulanda yalnız orqanizmi ilə gəlmir. O bir sinir sistemi ilə də dünyaya gəlir və bu sinir sistemi hələ ana bətnində formalaşır. Dünya sakitdir, yoxsa daha təhlükəlidir? Başqa cür desək, ana bətnində uşaq üçün ilk ev tikilir və bu evin divarları da hormonlardır. Əgər divarlar titrəyirsə, uşaq dünyaya narahatlıqla gəlir. Uşaq da ana qədər gərgin olur. Kortizol stresin səssiz məktubudur. Kortizol stres hormonudur, yəni streslə mübarizə faktorumuzdur. Hamiləlikdə uzun müddət və xronik stres varsa, kortizolun davamlı yüksəlməsi, plasenta vasitəsilə dövrünə siqnalların getməsi uşağın sinir sisteminin daha həssas olmasına səbəb olur. Lancetdə dərc olunan araşdırmalar göstərir ki, ana stresi uşağın gələcək emosional reaktivliyinə də təsir göstərə bilər. Bu demək deyil ki, hər stres zərərlidir, amma xronik stres artıq riskdir. Oksitosin və ana sakitliyi uşağın təhlükəsizlik hormonu haqqında danışmaq istəyirəm. Oksitosin bildiyimiz kimi bağlanma hormonudur və ana özünü təhlükəsiz hiss etdikdə oksitosin artır, parasimpatik sinir sistemi aktivləşir, uşaq daha stabil siqnal alır və bu uşağın beynində sakitlik şəbəkəsi qurmaq kimidir. Ana hormon balansı uşağın gələcək emosional dayanıqlığına da təsir göstərir. Tiroid hormonları və emosional inkişaf da çox önəmlidir. Tiroid hormonları yalnız metabolizm deyil, onlar beynin inkişafında və sinir sistemində çox vacibdir. Hipotireoz zamanı yorğunluq artır, depressiv fon yarana bilir, emosional balans pozula bilir və endokrin cəmiyyətlər hamiləlikdə tiroid nəzarətini xüsusilə vurğulayır. Bəs praktik olaraq nə edək? Hamiləlikdə emosional hormonal balansı necə qoruyaq? Real olaraq stresi normallaşdırmaq üçün gündə 20 dəqiqə təmiz havada gəzmək, nəfəs məşqləri, sosial dəstək önəmlidir. Hormonal check-up'a gəldikdə isə tiroid hormonları, vitamin D, ferritin dəyərləri, həmçinin psixoloji dəstək önəmlidir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hamiləlikdə mental sağlamlıq izlənilməlidir. Çünki əgər ana sağlamdırsa, uşaq daha sağlam inkişaf edir. Və əgər siz hamiləsinizsə və ya hamiləliyə hazırlaşırsınızsa, özünüzü çox narahat, stresli, emosional tükənmiş olaraq hiss edirsinizsə, bunu sadəcə hamiləlik və yaşadığınız hadisələrlə əlaqələndirməyin. Bu hormonal və sinir sisteminin siqnalı da ola bilər və psixoloq qəbulu ilə yanaşı endokrinoloq qəbulunda olmağa tələsin. Bu zaman hormonal balansınızı, stres faktorlarınızı, fərdi risklərinizi qiymətləndirərək sizə uyğun plan hazırlanar və daha sağlam hamiləlik, daha sağlam ana və daha sağlam körpəyə nail ola bilərik. Özünüzlə müğayət olun və bu videonu valideyn olmağa çalışan, hazırlaşan ətrafınıza, dostlarınıza və yaxınlarınıza göndərməyi unutmayın. Sağ olun.